Doktor, migren xəstəliyinin və müalicəsin zəhmət olmasa izləyicilərimizə başa salın. Mən də gedim Pərvin Ustanın yanına. Xəstəliyi çox böyük bir faiz təşkil edir. Azərbaycanda hardasa bir orta hesabla 2 milyondan artıq insanın problemidir, yəni baş ağrısı və migren xəstəliyi hər zaman derik, iynə dərmanla müalicə olunmur. Çox şükürlər olsun ki, onu bizim klinikada təbii sularla müalicə edirik. Və migren uşaqlarda da olur, valideynlərdən irsi keçə bilir. Əgər uşağın başı ağrıyırsa, bəzən görürsən, onu beyin-daxili təzyiq adına müalicə edirlər, yanlış olaraq. Sonra da effekt vermir. Mütləq valideynin öz baş ağrısı varsa, bilməlidir ki, uşağın yaşından asılı olmayaraq, hətta 2 yaşı varsa, 3 yaşı varsa, 15 yaşı varsa, o baş ağrısı irsi olaraq keçə bilər migren ağrısıdır. Migren ağrısı həm bir tərəfli tutur, belə görürsən, boynundan gəlir gözünə vurur, yerini dəyişə də bilər sağ-sol və yaxud da ki, gicgahdan tutur, gözünə vurur və yaxud alında da ağrı və yaxud birdən-birə nəfəs almaq çətinləşir. Bəzən hətta ağrısız migren də var. Başım sıxılır birdən, ya başımda səsəmələ gəlir, əsəblərim pozulur. Yəni, bir də auralı migren var, ən çox musiqiçilərdə olur. Görürsən ki, səsə çox həssas olurlar, yüksək səsə, yüksək işığa çox həssas olurlar. Gözlərinin qabağında bəzən görürsən qara nöqtələr gedən kimi. Yəni, və ağır və yüngül orta gedişdə olur. Yüngül formada görürsən, ağrı gəldi, bir kofe içdi, masaj elədi, banka qoydu, isti duş qəbul elədi, keçdi. Ağır forma migrində isə ürəkbulanma və qusma. Qusma varsa buna deyirlər ağır forma migren. Bəzən görürsən ki, bu adamlar ən çox xəstəliyin tutma dövrü də əsasən görürsən menstrual sikl önündə ya qabağında, yəni aybaş əvvəlində və ya sonrasında daha çox tutur. Bir də ac qalanda, yuxusuz qalanda, əsəbləşəndə, gərginləşəndə də yenə də çox olur. Osteoxondroz deyilən bir məqam var, ondan da olur da baş ağrı. Onlar, yox, əsasən, onun hamısı gəlir nəticədə beyin toxumasına gedən damar sıxılır. Yəni, oksigenin miqdarı azalır. Uşaq ac qalanda ağlayır, beyin toxuması ağlaya bilmir, ağrıyır. Onu da yenə deyirəm, masaj eləyəndə, kofe içəndə, ayağını isti suya qoyanda, isti qrelka qoyanda, bir də təbii ki, bu yüngül formada keçir. Keçmirsə, onda gəlirsən, Doktor Seyfəddin klinikasında baş ağrısından azad olursan. Necə ki, zob xəstəliklərinin bütün növlərindən bizdə müalicə olunur, oynaq xəstəlikləri müalicə olunur, ürək-damar sistemi xəstəlikləri müalicə olunur, mədə-bağırsaq xəstəlikləri müalicə olunur, içərisində köp də var, qəbizlik də var, ishal da var, eroziya da var, qastrit da var, mədə yarası da var. Yəni, bundan başqa sədəf xəstəliyidir, varikoz damar xəstəliyidir və padagradır, yəni urat turşunun duzunun çoxluğu, urat duzlarının çoxluğu və saçdan dırnağa qədər, yəni təbii sularda bölgü yox ki, təbii sularla böyrək həkimi, nə bilim nə həkimi. Bəs niyə migren bizdə bu düzəlir? Çünki biz orada arı zəhərindən istifadə edirik. Arı zəhəri 350-dən artıq ferment buraxır. Zəli isə 250-dən artıq ferment buraxır. Zəlinin buraxdığı fermenti qanı duruldur. Ağrı kəsici təsiri var, antialerjik təsiri var. Və sonra da arının zəhərində sinirin keçiriciliyini yaxşılaşdırır. Və bu baxımdan da migrenin də müalicəsində, dediyim kimi, zob xəstələrinin və digər oynaq xəstələrinin müalicəsində Doktor Seyfəddin klinikasında çox gözəl nəticələrimiz var, Samir bəy.